Başlaya bilərik. Axşamınız xeyir olsun. Qarabağ TV'nin sonra mətbuat konferansına başlayırıq. Öncə Qurban müəllim fikirlərini bildirsin, daha sonra suallara keçək. Axşamınız xeyir olsun, salamın müəlliminizi. Əlbəttə ki, istəməzdim ki, 13-cü il play-offda sizin qarşınızda məğlub oturmağa. Əfsuslar olsun, məğlub olduq. Düzü istəməydik məğlub olmağa və çox da həvəsliydik, çox da istəkliydik. Buna baxmayaraq futbolda belə hallar olur. Gələcək bir şeyimiz yox. Səhvlərimiz oldu əlbəttə ki. Amma yaxşı vuruşan bir kollektiv gördüm meydanda. Bəli, texnik səhvlərimiz çox oldu. Amma ümumən belə yaxşı vuruşan bir kollektiv gördüm meydanda. Çatışmazlıqlarımız var idi. Yəni, nə də desək, indidən sonra bir faydası olmayacaq. Sadəcə məğlub olduq. Rəqibi təbrik edirəm. İstəyirdik ki, ən azından Konferans Liqasının qrupunda 13-cü il dalbadal qruplarda iştirak etməyə alınmadı və inşallah önə daha pozitiv yanaşmalıyıq, daha yaxşı baxmalıyıq, daha da məsuliyyətimizi, iş saatlarımızı artırmalıyıq. Və belə futbolçulara da bir şey demədim. Sadəcə hal-hazırda onlara nə də desək, yəni ola bilər fikirlərimiz onlara çatmasın. Və azərkeşlərə təşəkkür etmək istəyirəm. Sona kimi bizlərlə oldular və möhtəşəm idilər həmişə kimi və rəqibi də təbrik edirəm. Bu qədər. Buyurun, suallara keçə bilərik. Buyurun, Mehman. Keçmiş olsun, iki oyunda hesabı açılıb və üstünlük olur. Sizcə oyunun sonra qırılma anına olur ki, son anda böyle hətta mübarizələr var. Biraz hücum xəttində rotasiyyalar eləyə bilmədim. Biraz oyun çatışmazlığımız var idi. Yəni belə bir komandaya qarşı hücum xəttimiz daha geniş olmalıdır, daha sürətli olmalı, daha topla yaxşı davranmalıyıq. Sadəcə onu edə bilmədim. Yəni biraz məcbur olaraq, həm də qarşımızda topla çox yaxşı davranan bir kollektiv var idi və sadəcə dediyim kimi biz öndə biraz topa daha yaxşı sahib ola bilmədik. Məncə bu başqa düşünmürəm nəsə olsun. Bir il bu ilə qarşıdakı bir ili komandanı toparlamaq mənasında məğlubda qalqaraq yerlərdə böyük yerinə düşmüşsünüzsə və komanda psixolojiyətdə etmələr edəcək ki, Qarabağ hamımızı orada oynamağa Biz zaten ümumiyyətlə rəhbərliklə hətta biz bu yeniliklərə başlayanda yəni bizim geniş söhbətimiz olmuşdu. Bir riskə gedirdik deyə düşünə bilərdik, amma lazım vaxtı idi. Yəni bu dərsə mütləq olmalıydı. Yəni biz o kollektivdən də bugün məğlub ola bilərdik. Yəni çünki mütləq şəkildə gözlənilirdi ki, dəyişiklik lazımdır. Hətta düşünürdük ki, ola bilər yəni bu 3 ayın içində düzəlməsin, ola bilər dekabra kimi daha da formalaşmaq üçün bizə vaxt lazım olsun. Amma bəlkə o tərəfdən bizə daha faydası ola bilər mi bilmirəm, amma yeni kollektivlə qruplarda oynasaydıq Avropa təcrübəsi məncə daha düşünə bilərik ki, daha da bəlkə faydası olardı. Çünki heç o turnirdə, qruplarda, o məsuliyyətdə oynamayan futbolçularımız var. Onların ən azından hətta zəif belə çıxış etsəydik, onların orada oynaması gələn üçün hazırlığa böyük bir təkan verə bilərdi. Buna baxmayaraq yenə də komandanı kompleksləşdirməyə çalışırıq. Hələ dəyişikliklər dedikdə, yəni yeni oyunçular götürməyə hələ davam edirik. Xeyirlisi inşallah sadəcə biz dediyim kimi önə çox pozitiv yanaşmalıyıq. Çünki dünən də mən fikirlərimdə bildirdim ki, bu dəqiqə 3 il, 4 il əvvəlki komandalar deyil, 3 il əvvəlki futbol, 3 il, 4 il əvvəlki futbol deyil. Məncə siz də bunun şahidi oldunuz mənim fikirlərimə. Çünki futbol günü-gündən daha inkişaf edir. Buna görə biz nəinki komandanı formalaşdırmaq və onlarla başa-baş olmaq üçün biz daha çox işlər görməliyik və bu yöndə də çalışacağıq inşallah. Buyur Edi. Geçmiş olsun. Gerçi biraz meteorolojik var. Sizin anadolu'ya rəqəminiz
başladığınız komanda hansı ki Avropa səhnəsində Twente ilə başlamışdınız və Twente ilə dayandınız. Bu tarihin belə deyək, hazır şirin ironiyası sayda olaraq bir də zəhmət olunsa Lanqanın əvəzlənməsi nədir bağlıdır? Belə bilirsiniz ki, mən çox da bu şeylərə inanmıram, belə 13-cü və yaxud 15-ci, yəni belə mənim rəqəmim deyə sadəcə biraz cahillik edirik, bəlkə də bu 13-ü özümüz üçün seçmişik, o günü doğulmuşuq deyə. Yəni bugün olmasa da bəlkə sabah olur, bəlkə də heç olmayacaq, bilmirəm. Amma hər bir halda biz ona köklənməli deyilik. Yəni biz sadəcə düşünsək ki, 13-cü dəfə qrupda oynamaq üçün işimizi quracağıq, ola bilər ki, biz onu görməyək. Ona görə biraz belə o barədə çox düşünmək istəmirəm. Lanqanın ikinci sarısına görə, çünki elə dördüncü hakim 3 dəfə gəldi mənə yaxınlaşdı ki, onun son limitidir. Çünki oyun da biraz sərt gedirdi. Və hətta axırıncı epizodda yaxınlaşdı mənə ki, yəni kiçik bir hansısa bir əgər epizod olub ikinci sarını alacaq. Yəni risk etmək üçün bu addımı atdıq. Yəni çünki oyun da elə idi. Onun da qarşısında topla çox yaxşı davranan futbolçu var idi. İstənilən an sarı kart ola bilərdi. Mesela belə, yəni ona görə başqa bir şey yox idi. Buyurun, növbəti sual. Buyur amma. Qurban müəllim, 4 mövsüm bundan əvvəl Galatasaray Türkiyə Süperliqasında 13-cü olmuşdu. Ondan sonra ardıcıl 4 dəfə Türkiyə çempionu oldu. Qarabağdan belə bir partlayış gözləmək olar mı? Bu il 13-cü olmarıq yəni. Çempionatda 13-cü olmarıq, o iş yoxdur. Yəni amma çempionatımız yəni günü-gündən səviyyəsi qalxır. Komandalar hamı daha böyük uğurlar əldə etmək üçün çalışırlar, oynayırlar. Və bugün yaxşı Sabah komandası var, yaxşı Neftçi komandası var, hansı ki çempionat çox yaxşı kökləniblər, yaxşı Zirə komandası var. Və eləcə də digər komandalar, hansı ki Turan komandası, hansı ki bunlar yəni Avrokuboklar oynamaq üçün qarşılarına məqsəd qoyublar və yaxşı da heyət qurublar. Yəni biz yenə də amma maksimum nəticə üçün hər şey eləyəcəyik. Maksimum nəticə üçün. Xeyirlisi, inşallah inanıram futbolçuların günü-gündən daha yaxşı inkişaf edəcəklər, günü-gündən daha öz optimal formalarına dönəcəklər. Amma yaxşı, gərgin bir çempionat oyunlar gözləyir bizi qarşıda. Buyurun. Roman geçmiş olsun. Sana aldıysa teşekkür ederim. Uzun yıllar en çıkarmadan futbola işlemli durumlarla sevgi olmuştur. Əminəm ki, növbəti maçlar daha yaxşıdır. Benim Qarabağ üstünlərindən Doğadan yerindən. Maraqlı ki, bu mərhələləri dövründə 2 dəfə də Çempionlar Liqasının qış mərhələsində oynadığında sizə qismət olmadı, 3 büyük Sabaha qismətləri, sizin adakı olduğu Barcelona. Baktığınız biraz pozitif oldu ya. Püşdən xəbərim yox idi, olub. Olub Barcelona düşüb Sabaha, Bakıda oynayacaqlar həm də. Mən sabah azarkeşli eləyəcəm. Həmin o ildə. Barcelona'da olsa sabah azarkeşli eləyəcəm. Oyunla bağlı da, başqa öyle. Oyunla bağlı yox, sadəcə Barcelona Sabaha düşməyin aldı. En azından Bakıya gəlirlər, əlbəttə ki. En azından Bakıya gəlirlər. Bizə başqaları düşmüşdü. Yəni sabaha uğurlar arzulayıram. Əlbəttə ki, onları Bakıda görmək yəni bizim üçün çox xoş olacaq və uğurlar arzulayıram sabaha. Yəni deyəcək bir şey yox. Sadəcə dediyim kimi yəni sabaha azarkeşlik eləyəcəyik. Amma Barcelona mənim belə deyək, azarkeşlik elədiyim komandadır. Yəni Avropada başqa oyunlarda onlar azarkeşlik. Amma həmin oyunda sabaha inşallah. Buyurun lütfen. Qurban müəllim, qələbəli memarı təbii ki, çox adam alır. Biz çox hallarda da qələbədə pay sahibləri çox olur. Bundan əvvəl də Qarabağ qələbələrində pay sahibləri müqavilərindən tutulmuş. Ən sıra bir şeyə qədər burada pay sahibləri. Amma məğlubiyyət yetim qalır. Bugünə Qarabağ məğlub olub, ona görə bütün orta sizə gəlir. Və öyle indidən Bu John Kennedy'nin sözüdür. Bəli. Ona görə də hazırda ən çox Qarabağ tənqid olunan məsələ budur ki, Qarabağ Konferans Liqası play-offundadır. Vacib oyundadır, İskambiya kasaddır və oyunun geçişində 2 transfer yaranır. Bu transferlərdə Qarabağ gecikmədi.
Yox, gecikdik. Yəni əgər bu gün meydanda yoxdularsa gecikdik 100%, amma inanın ki, onlar da olmaya da bilərdilər bu gün. Yəni biz ümumiyyətcə biz yanvar ayından belə deyək də, dekabr ayından hətta ümumi transferlərə başlamışdıq. Yəni axtarışlardaydıq, danışıqlar gedirdi. Sadəcə yəni bugünə kimi nə alınmışsa o idi. Əgər bunlar bundan ən azından 10 gün əvvəl alınsaydı, biraz bəlkə onları biz heyətə sala bilərdik. Bizə daha çox faydası olardı, amma bugün alınmadı. Deməli, bu azmış kimi Kepas zədələndi, bu azmış kimi Savo zədələndi. Hansı ki, bizim iki əlaqəsi belə oyunlarda, belə Avropa oyunlarında sürət, güc çox vacibdir və düşünülməmiş bir zədələr oldu. Hətta bugün onlar olsaydı bu transferlər yəni o qədər də yəni belə deyək də bu barədə danışmaz idik. Çünki çox böyük itkilər idi. Amma yəni yenə də edəcək bir şeyimiz yox. Sadəcə bugün mən belə dedim, qismətimiz bu idi. Bugün biz məğlubiyyət yaşamalıydı. Bugün mən komanda məğlub olmalıydı və bunu biz nə cür qəbul edəcəyik, nə cür biz buna hazır idik və nə cür bundan sonra davranacağıq, ən vacibi odur. Buyur sağ ol. Çox ağır bir şeydir və bu komandanın heç şübhəsiz ki, çempionlar kimi təsir göstərir. Bu Qarabağın çempionluq şanslarını artıra bilərmi? Fərqli yanaşmaq olar buna. Amma bir şey qeyd edeyim ki, yəni Konferans Liqa ayrı, Avroliqa ayrı, Çempionlar Liqası başqadır. Yəni %100 o inşallah sabah uğurlu oyunlar oynar, yəni onu hiss edəcəklər. Yəni hətta məni bir məşqçi olaraq çox yorurdu həmin oyunlar. Həddindən artıq stres çox olurdu. Amma sabahın necə deyək, o yaxşı vaxtıdır. Onların bugün o gücü bəlkə çatar ona. Hansı ki, həm orada, həm çempionatda. Mən inanmıram ki, hansısa bir maneçilik olsun. Çünki belə deyək də, məndə bizdə Qarabağ biraz çox yorulmuşdu. İllər idi yorulmuşdu, hansı ki, və oyuncuların çoxu belə deyək də yorulmuşdu. Çempionata köklənmək biraz o qədər asan deyil. Çünki 12 il idi biz bunu edirdik. Yəni fərqi yox idi Çempionlar Liqası, Avroliqa. Sonda istərsinə biraz belə onların motivasiya bir aşağı düşmüşdü. Amma sabahda əksinə bugün hər tərəfli belə deyək də istək çoxdur, hər tərəfli işlərini daha sağlam qururlar. Mən inanmıram ki, çempionat oyunlarında onlara hansı bir maneçilik olsun. Çünki dediyim kimi yaxşı baş məşqləri var, yaxşı idarə olunmuş, yaxşı klubdur, yaxşı kompleksləşmiş bir heyət var. Məncə bəlkə çempionat daha rahat oynayacaqlar. Çünki biz ondan əvvəl Çempionlar Liqasında oynayanda, qrupda oynayanda biz çempionatı çox rahat oynayırdıq. Çünki komanda tam sağlam idi, komanda çox istəkli idi, komanda ilk dəfə ora düşüb deyə daha belə inamlı idi. Yəni ola bilər bu il bizim üçün daha çətin olsun nəinki əvvəlki il. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun.